İngilis dilində çox qarışdırılan mövzulardan biri də to be ilə işlənən feillər və to ilə işlənən feillər arasındadır. Bu, xüsusilə də danışıqda və yazıda özünü qabarıq şəkildə göstərir. Düzgün cümlə qurmaq üçün to be'li və to'lu feillər arasındakı fərqi bilmək lazımdır. Gəlin başlayaq. To be ilə işlənən feillər. To be ingilis dilində ən əsas feillərdən biridir. Ana feil deyə bilərik ona. To be formasında işlənəndə olmaq mənasını verir. Amma cümlələrdə biz əsasən onu necə görürük? Köməkçi feil kimi. Adından da göründüyü kimi feilə kömək eləyir ki, feil kimi istifadə oluna bilsin. Feilin bir hissəsi rolunu oynayır, amma əsas rolunu oynayır. Və to be üçün əsas xarakterik olan xüsusiyyət to be'nin şəxslərə görə və zamanlara görə müxtəlif formalarda istifadə olunmasıdır. To be çox önəmlidir ingilis dili üçün. To be indiki zamanda şəxslərə görə am, is, are formasında olur. Keçmiş zamanda am, is, was-a, are isə were-ə çevrilir. Gələcək zamanda isə bütün şəxslər üçün will be olur. Bizim zamanda isə, bizim vaxtımızda isə shall be də var idi. İndi daha çox will be formasında istifadə olunur. Bəs to be feilindən sonra, yəni indiki zamanda am, is, are, keçmiş zamanda was, were və gələcək zamanda will be formasında işlənən to be necə istifadə olunur? To be'dən sonra nələr gələ bilir? To be'dən sonra sifət, isim, yer zərfi, indiki davam edici zaman, keçmiş davam edici zaman, gələcək davam edici zaman. Məsələn, sifətlə işlədək, she is happy və ya they are tired. Eyni cümləni keçmiş və ya gələcək zamanda da deyə bilərik. Məsələn, she was happy və ya she will be happy bu formada deyə bilərik. Bütün bunlar hamısı to be ilə düzəldi. To be çox önəmlidir, yenə deyirəm. Bir də ingilis dilində tipik to be'li ifadələr var. Yəni to be'dən sonra sifət gələn ifadələr, necəliyini bildirən ifadələr, ismin necəliyini bildirən ifadələr belə deyək. Məsələn, to be pleased, yəni razı olmaq, şad olmaq. To be surprised, to be interested, to be tired, bayaq dedik. To be excited, to be bored, to be angry. Bunlar hamısı, görürsünüz, hamısı üçün ortaq cəhət idili sifətlərdir. Sonu idi ilə bitən sifətlərdir və to be təbii ki, şəxslərə görə və zamanlara görə dəyişəcək, dəyişə biləcək bizim söyləmək istədiyimiz fikirdən asılı olaraq. İngilis dilini öyrənmək və danışmaq istəyənlərdən nə tələb olunur? To be'li feilləri, to be ilə istifadə olunan sözləri, ifadələri əzbər öyrənmək. Məsələn, əmin olmaq, to be sure və ya to be certain, to be right, to be wrong, to be interested in. Yəni orada be-siz olmur. Yəni be şəxslərə görə dəyişən am, is, are, was, were və ya will be olan formanı nəzərə tuturam. To be ready, to be late, to be early. Məsələn, she is early, they are late, we are ready. To be available, yəni hazır olmaq, əlçatan olmaq. Məsələn, I am available. To be open, məsələn, the door is open. To be closed, eyni cümlə, the door is closed. To be allowed, daha doğrusu, daha çox icazə verilmək. Məsələn, mənə icazə verilib nə isə etməyə. I am allowed to open the door. Yəni, mənə bu qapını açmaq icazəsi verilib. Mən icazəliyəm. To be supposed to, güman olunmaq mənasında daha çox daşıyır. Gözlənilmək və ya, məsələn, məndən nəsə gözlənilir. İngilis dilində çox istifadə olunan bir ifadədir. Məsələn, I am supposed to come at
7 o'clock in the morning. Yəni məndən səhər saat 7-də gəlməyim gözlənilir və ya səndən gözlənilir. You are supposed to, they are supposed to, onlardan gözlənilir. Gözləntini bildirmək üçün cümlələrdə istifadə oluna bilər. Və çox istifadə olunan to be able to, can modal fe'linin sinonimi bacarmaq mənasında. Məsələn, she is able to play piano, to play the piano daha doğrusu. Eyni zamanda bütün zamanlarda bunu istifadə edə bilərik. Yenə də to be'nin bərəkəti. Həddən artıq çox istifadə olunur ingilis dilində to be. Və ən əsası to be'li feillərlə to'lu feilləri, yəni be-siz istifadə olunan feilləri qarışdırmamalıyıq. Əks halda cümlələrimiz mənasız alınacaq.